Qızım bunu anasından öyrənib ki, əgər yad adamların olduğu bir yerə daxil olursa, hicabına diqqət etsin. Bilirəm, indi bəlkə elə düşünür ki, bu sadəcə bir qaydadır. Amma böyüyəndə anlayacaq ki, bu özünü və öz sərhədlərini qorumaq üçündür. Yə əyyuhən nəbiyyü qulli əzvacikə və bənatikə və nisəil mü'mininə yudninə aleyhinnə min cələbibihinnə. Ey Peyğəmbər! Öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər. Bu ayə göstərir ki, hicab yalnız dini bir hökm deyil, eyni zamanda qadınları qoruyan bir vasitədir. Bəlkə bu sual yaranar ki, niyə bütün bu işləri görməliyik? Cavabı sadədir. Hicaba əməl ediləndə insanlar bizim xarici görünüşümüzə deyil, şəxsiyyətimizə və dəyərlərimizə diqqət edirlər. Bu isə cəmiyyətin psixoloji təhlükəsizliyini və qadınların özünə hörmət hissini artırır.